Əziz izləyicilər, hər birinizi salamlayıram. Bugün hazırladığım salat fərqli ləzzətə malikdir. Sarımsaq sevənlər isə bir addım da yaxın olsun ki, salata xüsusi dadı sarımsaq verəcək. İlk olaraq can ətini nazik dilimləyib qaynadırıq. Sonra isə xırda doğrayıb və ya didib, duzlayıb, üzərinə 2-3 diş sarımsaq sıxıb, 3 xörək qaşığı mayonezlə qarışdırırıq. Salatın ilk layını hazırlamış oluruq. Ardınca isə sürtgəzdən keçirdiyimiz halland pendiri, 2-3 ədəd qozu, qaynanmış yumurta, kök və çuğunduru da sürtgəzdən keçirərək əlavə edirik. Hər layın arasına mayonez çəkməyi və duz vurmağı unutmuruq. Üzərini isə xırda doğranmış şüyüd və salata qatdığımız komponentləri dad olaraq tamamlayacaq turşməzə zirinc qurusu ilə bəzəyib soyuducuda azı 2 saat olmaqla saxlayırıq. Rəngarəng qatları ilə göz oxşayan salatın dadı da rəngləri qədər gözəldir. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma abunə olmamışsınızsa abunə olmağı və paylaşaraq dəstək olmağınızı əsirgərməyin. İzlədiyiniz üçün təşəkkürlər.